din, haqq və həqiqət ağla, məntiqə və vicdana və ruha uyğundur. Bunu rahat qəbul eləməlisən. Bu zaten belədir. Allah sözünü tez qəbul eləmək. Söz düzdürsə hamı bilir düzdür də. Öz aramızda da indi burada bunu qulağınıza deyirəm. Söz düzdürsə hamı bilir düzdür. Ziyalı ədasını çıxartmaq falan, yox mən təhlil. Bəziləri haqqa çatanda saatlarla təhlil edir. Batıl sözü göydə qalır. Heç bir dəlilsiz, sübutsuz. Nəsə bunun məntiq damarı haqqın qarşısında tutur da bu. Haqqa çatanda məntiq axtarır. Məntiq axtarır, amma yəni mən bunu dəqiq təhlil edirəm. Nə oldu? Bəs başqa söz, o qədər əsassız sözlər qəbul eləmsən həyatda. Xoşuna gəlib qəbul edirsən, xoşuna gəlmir, məntiq axtarırsan. Sən məntiq axtarmırsan, sən nəsə var, zordur sənə, çətindir qəbul eləmək. Bu pis xüsusiyyətdir, mənfi xüsusiyyətdir. Adamlar var, görmüşəm, həcdə gedirsən, məsələn, deyirsən ki, filan elə çiyinin çönməsin, filan həcdə xırdalıqlar çoxdur. Görürsən, səfalı cavanlar var ki, çox ləzzətlə ona əməl eləyir. Və dəqiq gəlir səndən soruşur, filan, hər şey. Bəziləri var, nə oldu, indi bir dənə burada belə oldu, nə oldu, deyinə həccə axıracan var. Mən şeytanla nə işim, mən Allahı ziyarət eləməyə deyə gəlmişim. Gedib şeytana daş atmır o sütuna. Mən Allahın evinə gəlmişim. Bəziləri vardı, övladlarını təqqir edir ki, mən niyə göndərdi bura? O elə bir gəlib oturacaq ateldə, hərdən gelib Kəbəyə baxıb çıxıb gələcək. Da bilmə onu aparacaqlar Ərəfata, Minaya, Müzdəlifəyə, orada qal, burada qalma, ayağın oradan keçməsin, buradan keçməsin, bezir. Və etiraz eləyir. Deyib, bu nə qaydalardır burada? Allaha nə fərqi var mənim çinim belə olanda nə olacaq? Bilirsiniz, bu göstərir ki, insan haqq qarşısında inatkardır. Səfalı qəlb haqqı olduğu kimi rahat həzm eləyir, rahat qəbul eləyir. Din məntiqə söykənir, əlbəttə məntiqə söykənir. Din dəlillə danışmalıdır, əlbəttə dəlillə danışmalıdır. Amma dəlilləri tez qane eləməlidir sağlam adamı. Sənin din haqqında təhlilin çox uzun çəkdisə, bu sənin ziyallığın yox, xarablığın göstərirsin. Çox uzun çəkməməlidir. Bütün vücudunla sən haqqa təslim olmalısan. Çünki səni Allah haqqa təslim olmağa meyilli yaradır. Haqq sənin xəmrində yoğrulur. Sən necə yəni onu uzun təhlil edəcəksən? Bəziləri var, bir xütbəyə gəlir, 20 ayə, hədis deyirsən, Allahın rəhmətindən, məsələn, Qədr gecəsində. Çıxanda yine doğrudan da Allah bağışlayacaq məni. Bəziləri deyir ki, bu sözlərdən sonra bağışlanmışam, bundan sonranın dərdində olur. O qədər mənimlə mübahisə düşüb bəzilərin Allahın rəhməti üstündə. Özü xəsisdir, özü kobuddur, istəyir Allah da özü kimi eləsin. Deyir, nə oldu, bağışladı. Bir də deyir, nə oldu, bağışlamır. Qalırsan belə. Rəhmətdən danışsan bir dəstə etiraz edir. Allahı çox rəhmli, arxayınlaşmayacaq. Allahın rəhmətinə nə qədər ümid edirsənsə, elə həyon varsa günah eləməyəcəksən.